Son illər daha da inkişaf edən Azərbaycan-Türkiyə qardaşlığı bugün tarixinin ən ali səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın dəvəti ilə İslam həmrəyliyi oyunlarının açılışında iştirakı həm də dünyaya verilən qardaşlıq mesajı idi. Biz yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birimizin yanındayıq və elə etməliyik və edəcəyik ki, qabaqda ancaq yaxşı günlər olsun. Türkiyə-Azərbaycan qardaşlığı birliyi xalqlarımız üçün əsas yol istiqamətidir. Bölgə üçün, dünya üçün də çox önəmli faktordur. Təhlükəsizlik, güvənlik, sabitlik, istiqrar faktorudur. Və nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasaq, o qədər də bölgəmizdə sülh və barış möhkəm olacaqdır. Bunu biz və bütün dünya 2-ci Qarabağ müharibəsi zamanı gördü. Daim qardaşlıq münasibətlərini möhkəmləndirən Azərbaycanla Türkiyə hər sahədə olduğu kimi beynəlxalq müstəvidə də sıx əməkdaşlıq edirlər. Qardaş ölkələrin liderləri arasındakı qardaşlıq münasibətləri mövcud əlaqələrin daha da dərinləşməsinə xidmət edir. Azərbaycan və Türkiyə liderlərinin mühüm tədbirlərdə birgə iştirakı artıq xoş bir ənənəyə çevrilib. Ötən gün Türkiyənin Konya vilayətində təşkil olunmuş 5-ci İslam həmrəyliyi oyunlarında da bu ənənə pozulmadı. Bizler melali de, sevinci de bir olan, sözde değil, özde kardeş olan iki devletiz, iki halkız. Göklerde nazlı nazlı dalgalanan hilallerimiz gibi bizler aynı inancı paylaşan asil bir milletin mensuplarıyız. Tıpkı Anadolu gibi burası bizim de toprağımızdır. Tıpkı Türkiye gibi burası bizim de vatanımızdır. Tıpkı doğduğumuz yerler gibi burası bizim de öz yurdumuzdur. Aynı şekilde Türkiye'nin her bir karışı da sizlerin vatanıdır, yurdudur. Türkiyə Prezidentinin dəvəti ilə dövlət başçımızın Konyada İslam oyunlarında da iştirakı həm də dünyaya növbəti birlik mesajı idi. Azərbaycan idmançılarının səhnəyə daxil olarkən xüsusi canfəşanlıqla qarşılanması liderlərin timsalında xalqların da bir-birinə olan doğmalığının əyani təzahürü idi. Türkiyənin uğurlu gəlişməsi, uğurlu inkişafı ilk növbədə Cumhurbaşqanı Rəcəb Tayyip Ərdoğanın adı ilə bağlıdır. Mən də öz fəaliyyətimdə həmişə çalışmışam ki, Azərbaycan xalqının və dövlətinin milli maraqlarını müdafiə edim və Azərbaycanın müstəqil siyasətini təmin edim. Və bizim aramızdakı qardaşlıq bütün Türkiyə və Azərbaycan xalqına örnək olmalıdır. Bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək. Yaşasın Türkiyə-Azərbaycan birliyi, qardaşlığı. Rüstəm Mikayılzadə, Lalə Məmmədova, ASTV Xəbər.